Təhlükə var, ehtiyatlı olun. Övladlarınızın telefonlarını nəzarətdə saxlayın, xüsusilə də qız uşaqlarının. Siz elə bilirsiniz ki, sizin uşaqlarınız telefonda oyun oynayırlar. Amma ən böyük oyunu bəzi oyunbazlar oynayırlar. İndi izah edəcəm necə. Deməli, az yaşlı qız uşaqları ilə insan alveri ilə məşğul olan dırnaqarası qadınlar neynirlər? Qız uşaqları ilə oğlan adı ilə tanış olurlar, bir müddət danışırlar, necə deyərlər, başlarını yeyirlər. Sonra yaşı az olduğuna görə ona elçi getsələr də verməyəcəklər bəhanəsi ilə qıza deyirlər ki, əgər məni sevirsənsə, gəl yanıma. Sevgi adı ilə uşağı tora salıb, qabaqcadan harda görüşəcəkləri yeri təyin edirlər, uşaq da aldanır, evi tərk edib gedir. Təyin olunan vaxtda təyin olunan ünvanda olur, bir xeyli gözləyir, görür ki, sevdiyi oğlan onu qarşılamağa gəlmir. Başlayır narahat olmağa. O fikirləşir ki, oğlan onu sevməyib. Sevsəydi, gələrdi və s. və ilə axır. Gəldiyinə peşman olur. Amma bu peşmanlığın heç bir faydası olmur. Çünki o evdən qaçıb. Fikirləşir ki, evə qayıtsam atam, anam məni öldürər. Gəldiyi yerdə də qarşılayan yoxdur. Harda qalsın, kimlə qalsın, necə eləsin. Başlayır hönkür-hönkür ağlamağa. Bütün bu olanları onu ora gətizdirən dırnaqarası insan uzaqdan izləyir. Məqsədinə çatdığını görür və yaxınlaşır şirin dillə, nəvazişlə, qarğı ilə ondan soruşmağa ki, gözəl qız, sən nə olub ağlayırsan, azmısan, harda olursan, deyə kömək eləyim səni aparım ata-ananın yanına. Qıza özünü o qədər doğma, o qədər əziz göstərir ki, qız ağlaya-ağlaya bütün olanları ona danışır. O da həyatda nə alçaq insanlar var imiş reaksiyası ilə heç bir şeydən xəbər yoxmuş kimi ona baxır və deyir ki, istəyirsən gəl gedək mənimlə. Qız da təbii ki, razılaşır və gedir. Bununla da bütün həyatı məhv olur. Ona görə də mən bütün valideynlərdən xahiş edirəm. Birincisi, övladlarınıza nəzarəti gücləndirin. İkincisi isə, övladlarınızı qorxu ilə yox, sevgi ilə tərbiyə edin ki, onların başına pis bir hadisə gələndə həmin hadisəni sizə danışmaqdan qorxmasınlar. Sizin onlara olan sevginizə güvənib hər şey olduğu kimi sizə danışa bilsinlər. O qabaqlar idi ki, övladla valideyn arasında pərdə olar. Bu tip pərdələr övladlarınızın taleyinə kölgə salır. Ehtiyatlı olun.